Salam, hər vaxtınız xeyir. Bildiyimiz kimi bugün 9-cu siniflərin sonuncu buraxılış imtahanı keçirildi və gəlin suallara bərabər baxaq. 5-ci sual yenə də qısa mətnlərə aiddir. Deməli, salam, hər şey necə gedir? İlk olaraq sənə ad günü kartı üçün və xoş arzular üçün təşəkkür etmək istəyirəm. Bu sənin tərəfindən çox xoşdur. I'm organizing a little party for my birthday this Friday. Ad günüm üçün kiçik bir şənlik təşkil edirəm bu cümə. It will not very big. Only a few of my best and closest friends are invited. Yalnız, deməli, çox böyük bir parti olmayacaq. Yalnız bir neçə mənim ən yaxşı dostum və ən yaxın dostlarım dəvətlidirlər. We're going to have the party at my cousin's house. Əmim uşağıgilin evində keçirməyə hazırlaşırıq. I'll be happy to see you there. Orada səni görməyimə xoşbəxt olaram. Love Mary. Sevgilərlə Mary. A bəndində deyir ki, Mary yalnız Caitlini görmək istəyir ad günündə. Xeyr, bu yanlış idi. Sadəcə Caitlini görmək istəmirdi. Bir neçə yaxın dostunu dəvət etmişdi. B variantında deyir, Caitlin is celebrating her birthday this Friday. Bu 5-ci gün ad gününü keçirir. Əslində, bu 5-ci gün ad gününü, daha doğrusu Mary keçirir. Caitlin keçirmir, ona görə səhvdir. C variantında deyir ki, Mary asks for Caitlin's help for her birthday. Deyir, ad günü üçün kömək istəyir. Xeyr, ondan kömək istəmirdi. D variantında deyir, Mary thanks Caitlin for the wish and invites her to the party. Ad günü, deməli, arzularına görə təşəkkür edir. Bəli, Mary ona təşəkkür edir və onu partiyə dəvət edir. Doğru cavab elə D variantıdır. Y variantında isə deyir, Caitlin is sorry for not taking part at Mary's birthday party. Deyir ki, Mary'nin ad gündə iştirak etmədiyinə görə çox təəssüf edir. Amma orada elə bir şey yox idi. Növbəti testimiz olacaq, deməli, növbəti testimiz olacaq 6-cı test. Deməli, 6-cı testdə nə deyir? Buy our new healthy sweets. Bizim yeni sağlam şirniyyatlarımızı alın. They contain less sugar and are perfect for everyone to eat. Onlar çox az şəkərdən ibarətdir. Yəni demək olar ki, tərkibində şəkər yoxdur və hər kəsin yeməsi üçün əladır. Buy one and get another one for free. Birini alın və digər birini pulsuz əldə edin. Don't be late to visit our place for these tasty sweets. Gecikməyin və bizim dadlı şirniyyatlarımızı almağı qaçırmayın. Deməli, A variantında deyir ki, the sweets will not be for free if a person visits the place for the second time. İkinci dəfə gələnlərə pulsuz olmayacaq deyir. Xeyr, elə bir şey yox idi orada. B-də deyir, the sweets in this place aren't good for everyone to eat. Hər kəsin yeməsi üçün bu şirniyyatlar bu yerdə, yəni yaxşı deyil, elə bir şey yox idi, əksinə. C-də deyir, the second sweet becomes cheaper when you buy one. Deyir, ikincisi daha ucuz olur. Daha ucuz yox, ikincisi pulsuz olurdu birini alana. Ona görə C-də deyil. D bəndində deyir ki, all healthy sweets are for free. Bütün, yəni sağlam şirniyyatlar pulsuzdur. Əgər bir insan dostuyla gedirsə, orada elə bir şey yox idi. Ona görə Y variantı doğru cavab idi. Çünki deyir ki, çox az şəkərdən ibarətdir. Növbəti testimiz olacaq 7-ci test. Dear mom and dad, əziz anam və ata. I feel very excited because in a week I'll be with you again for a holiday. Çox deyir heyecanlıyım çünki bir həftədən sonra təkrar sizinlə tətildə olacağım. I enjoy my job in London very much. Mən Londondakı işimdən çox həzz alıram. My students are all very friendly to me. Mənim bütün deməli tələbələrim mənimlə çox səmimidirlər, dostdurlar. I'll arrive in Basel this Friday morning. Yəni bu cümə günü səhəri çatacağam. Can you meet me at the station as I'll have a lot of luggage? Məni bir stansiyada qarşılaya bilərsiniz çünki mənim yüküm çox olacaq. Love and all good wishes, Frida. Sevgilər və xoş arzularla Frida. Deməli, A variantında deyir ki, Frida'nın valideynləri deyir, tərk edir, yəni yola düşür Basil üçün və öz qızları ilə, xeyr, o gəlirdi valideynlərinin yanına. B variantında deyir ki, Frida'nın valideynləri çox heyecanlıdılar onların qızlarının gəlişi üçün.
Əslində burada qız yazıb məktubu. Frida asks her parents to meet her at the station. Valideynlərindən onu qarşılamağı xahiş edir. Bəli, doğru cavabdır. C variantı. D-də deyir ki, Frida öz ailəsini, şagirdlərini, tələbələrini qarşılamaq istəyir. Xeyr, elə bir şey yox idi. Y-də isə deyir ki, o öz tələbələri ilə növbəti həftə gələcək. Xeyr, elə bir şey də yox idi mətndə. Növbəti deməli testimizə baxırıq. Növbəti testimiz sırf mətnlə aiddir. 3 qısa mətndən sonra bilirik ki, bir böyük mətnimiz var. Bu da bir Afrika tayfaları haqqında olan mətndir. Deyir ki, Afrika is home to one of the most famous tribes, the Maasai. Deməli, Afrika ən məşhur tayfalardan birinə ev sahibliyi edir. Yəni, bu tayfanın adı Maasai'dir. They are known for their unique customs. Onlar qeyri-adi adətlərinə görə tanınırlar. The name Maasai means the one who speaks the Ma language. Yəni, bu adda bu Ma dilində danışan insanlarla bağlıdır. Yəni, adı tayfanın. The Maasai people travel a lot, moving from one place to another in groups. Deməli, bu insanlar bir yer çox səyahət edirlər, yəni bir yerdən digərinə qrup şəklində köçürlər. So they build houses which can be constructed in a new place easily. Belə ki, onlar elə bir evlər tikirlər ki, yeni bir yerdə asanlıqla tikilə bilən olsun. The Maasai houses are made of mud and tree branches. Onların evləri palçıq və ağac budaqlarından tikilir. The top of these houses are made of grass və deməli zirvə üst hissəsi isə evin otdan hazırlanır. It is the job of Maasai women to build these traditional houses. Deyir ki, bu ənənəvi evləri tikmək Maasai qadınlarının işidir. The most famous Maasai dance is the Adomi. Ən məşhur Maasai rəqsi Adomidir. It is the jumping dance performed by young men. Bu, kişilər tərəfindən icra edilən bir rəqs növüdür, gənc kişilər tərəfindən. Yəni, tullanmaqla olan. Onlar deyir, bu yüksəyə tullanmaqla, yəni mümkün qədər yüksəyə tullanmaqla bunu etməyə çalışırlar və bu da onların gücünü göstərir. Maasai children aren't named when they are born. Maasai uşaqları doğulan kimi ad qoyulmur. It takes 3 months to give them names. 3 ay çəkir onlara ad verilmə. In this period, bu vaxt ərzində, the mother lives alone together with her child and the child's hair grows. Və bu vaxt ərzində ana öz uşağı ilə tək yaşayır və bu dövr ərzində də uşağın saçları böyüyür. Then a special event is held. Və sonra daha xüsusi bir tədbir baş tutur, keçirilir. During this event, the child is given a name. Və bu tədbir ərzində uşağa bir ad verilir. His hair is cut and it shows the beginning of his life in the community. Və uşağın saçları kəsilir və bu da onun cəmiyyət arasında, icma arasında həyatının başlanğıcını göstərir. All of these customs make the Maasai tribe interesting for the world. Və bütün bu adətlər Maasai tayfasını dünyada maraqlı edir. Baxırıq 8-ci sualda deyir ki, səhv nədir? Yəni, false istəyir bizdən. The name of the tribe comes from the language that is spoken by them. Bəli, onların danışdığı dillə bağlıdır. Deməli, A variantı ola bilməz. Building traditional houses is Maasai women's duty. Bəli, qadınların işidir bu, ev tikmək. C-də deyir ki, the Maasai is a group of people who live in one place. Onlar bir yerdə yaşamırdılar. Onlar bir yerdən digər yerə köçürdülər. Ona görə C variantı doğru cavabdır. D variantında deyir ki, the Maasai tribe attract the world's attention because of its traditions. Maasai tayfaları dünyanın diqqətini nə ilə çəkir? Öz maraqlı adət-ənənələri ilə. Bu doğruydu, bizə səhv lazım idi. Y bəndində də deyir ki, onların evləri palçıq və ağac budaqlarından və otdan hazırlanır. Bu da doğruydu, ona görə doğru cavabımız oldu. C variantı. Deyir, mətn nə haqqındaydı? Mətn bildiyimiz kimi məşhur Afrikan tayfası haqqındaydı. Elə A variantı doğru cavab. The well-known tribe in Africa. A variantı doğruydu. B-də deyir ki, gənc kişilərin, deməli, Maasai kişilərinin rəqsi idi. Xeyr, onların qadınlarının həyatından deyildi. Ona görə C-də deyildi cavab. Dünyada ən məşhur tayfalardan, sadəcə bir tayfadan, daha doğrusu tayfanın qədim ənənələrdən deyir. Ancient traditions, qədim ənənələrdən danışmırdı orada. Bir tayfa haqqındaydı. Y-də də deyir ki, the hair of a child in the Maasai tribe. Deməli, bir Maasai tayfa qəbiləsində bir uşağın saçından, xeyr, o barədə deyildi mətn və doğru cavabımız A variantıdır.
10-cu testə baxırıq. The Messiah man jump higher while dancing to. Deyir ki, düşmənlərini qorxutmaq. Xeyr, orada elə bir şey yox idi. A bəndi səhvdir. Become the head of the tribe. Tayfanın başçısı olmaq. Elə bir şey də yox idi. Show how strong they are. Bəli, nə qədər güclü olmaqlarını göstərirdi. C variantı doğru cavabdır. D. Attract the attention of tourists. Turistlərin diqqətini cəlb etmək. Belə bir şey yox idi orada. Y-də də deyir ki, earn a lot of money. Pul qazanmaq ümumiyyətlə belə bir şey deyilmirdi. Və doğru cavabımız oldu C variantı. 11-də why is the baby's hair cut off the 3 months? Nə üçün uşağın saçları deməli 3 aydan sonra kəsilir. Səbəb yəni nədir buna? A variantında deyir ki, inanılır ki, bu uşaqları daha sağlam edəcək. Elə bir şey yox idi orada. B-də deyir ki, bu uşağın tayfada həyatının başlanğıcını göstərir. Bəli, B cavabı doğrudur bu test üçün. C-də deyir ki, it's likely to make the babies rich in the future. Gələcəkdə uşaqları zəngin etmək üçün. Xeyr, elə bir şey demirdi. D-də deyir ki, it saves the babies from heat in the region. Bölgədə uşağı istilikdən qoruyur. Xeyr. Y-də də deyir ki, ruhları uşaqlardan uzaq tutur. Ümumiyyətlə, orada ruhların adı çəkilmirdi. Və doğru cavabımız oldu B variantı. Növbəti testə baxırıq və 12-ci sonuncu sualda mətndən bağlı. The Messiah can construct their houses in different places easily. Bəli, doğru cavabdır. Çünki onlar asanlıqla fərqli yerlərdə ev tikə bilirdilər. Biri götürürük düz. Çünki bizdən doğruları istəyir. True deyir burada. Messiah people name their children when they are born. Xeyr, onlar doğulan kimi ad vermirlər. 3 aydan sonra ad verirlər. 2 səhvdir. The Adumi is the most well-known Messiah dance. Bəli, onların rəqsinin adı idi. Düzdür 3. 4-də nə deyir? Deyir ki, Messiah mother and newborn live with others. Xeyr, onlar tək yaşayır uşaq doğulan kimi uşaqla ana. Ona görə 4-də səhvdir. 1-3 doğru cavabdır. 13-də compound nouns deyir. Mürəkkəb isimlər. A bəndində poet sadə isimdir. Chess C bəndində sadə isimdir. Sonra artist, friendship bunlar düzəltmə isimlərdir. Salt sadə isimdir. Ona görə doğru cavabımız D variantı. Birthday doğum günü. Bookshop kitab mağazası. Və D variantı doğru cavabdır. 14-cü test növbəti bir deməli qramər testidir. One of the women stole the research papers. Oğurladı tədqiqat vərəqlərini, kağızlarını. Hardan oğurladı? Laboratoriyadan. Ona görə elə doğru cavabımız olacaq Y variantı from the laboratory. 15-də bir antonimin seçin. To buy nədir? Almaq deməkdir. Close bağlamaq deməkdir. Send göndərmək deməkdir. Change dəyişməkdir. Show göstərməkdir. B variantı satmaq doğru cavab olacaq B variantı. 16-cı testdə deyir ki, to agree to take something that is offered or given. Nəysə razılaşmaq, nəysə götürmək, yəni təklif olunan bir şeyi, verilən bir şeyi götürməyə razılaşmaq. To feel hiss etməkdir, to believe inanmaqdır çıxdı, attend getməkdir çıxdı, to build tikməkdir çıxdı, to accept qəbul etmək B variantı doğru cavabdır. 17-ci testdə bizim bir ipucumuz var, burada to var, talking to. Deməli danışmaq, kimləsə danışmaq. Deyir, I'm sure it's Miranda. Deyir, mən əminəm ki, bu Mirandadır. Deyir ki, Rose ilə telefonda danışan kimdir? Deməli, bizə nə lazım idi? Who, kim əvəzinə işlənən sual əvəzliyimiz. Doğru cavabımız elə D variantı idi. Növbəti sualımız olacaq 18-ci sual. Deməli, 18-ci sualda passive voice, yəni məchul növə çevirmədən söhbət gedir. Hər zaman öz şagirdlərimə də vurğulayıram. Məlum növdəki cümləni məchul növə çevirmək üçün ilk öncə biz diqqət edirik cümlənin zamanına, sonra diqqət edirik cümlədə məlum növdə cümlənin tamamlığını tapmalıyıq ki, biz onu çünki gətirib məchulda mübtədanın əvəzinə işlətməliyik. Mənim burada nədir? Deməli, tamamlığım sandvichdir. Çünki hər zaman tamamlığın yeri haradır? Xəbərdən sonradır cümlədə. I mübtəda, a verb, yəni xəbərdir, feildir. Və sandwich burada nəyi yedim? Səhər yeməyinə buterbrod yedim. Burada artıq sandwich olacaq bir tamamlıq. Biz onu gətirib mübtədanın yerinə qoymalıyıq. Baxıram cümləmin zamanı keçmiş zamandadır. Biz onu nə ilə çevirmək edirik? Was, bir də were. To be-nin keçmiş zaman formaları və üstə gəlsin məchulun düsturu nə idi? Verb 3, yəni participle 2. Fe'li sifət 2. Ona görə mən indiki zamanı atıram. C variantı çıxdı. D variantında to be-nin forması yoxdur.
Y variantında I am-dir. Ümumiyyətlə burada I am eaten ola bilməz, səhvdir. Deməli, B variantında yenə də I was eaten deyir. I was eaten düzgün variant deyil. Matchful değil. Ona göre doğru cevabımız olacaq elə A. Sandwich was eaten for breakfast. Yeyildi səhər yeməyinə. Doğru cevabımız oldu A variantı. 19-cu testdə baxırıq ki, deyir ki, is a large amount of water covering an area that's usually dry. Adətən quru bir ərazini örtən suyun həcmi. Bu nədir? Təbii ki, dağ deyil, bağ deyil, torpaq deyil, döşəmə deyil, nədir? Daşqındır, flood. Doğru cavabımız A variantıdır. 20-ci sualda deyir ki, baxırıq ki, cümlədə able'ın to'su yoxdur. I am able'ın. I was able'ın da to'su yoxdur. Could to ilə işlənmir. Might to ilə işlənmir. Doğru cavabımız olacaq B variantı. Can. 21'ə baxıram. Yesterday dünəndən bizə artıq ipucu verir ki, dünəndən söhbət gedir. Ona görə keçmişlə indiki uzlaşmaz. İndiki bitmiş, indiki bitmiş uzlaşmamız yoxdur. Keçmiş zamandan söhbət gedir. Özü have indiki zamandır. Çıxdıq. A variantında həmçinin yesterday varsa indiki zaman seçə bilmərəm. Right send indiki zamandadır. Ona görə doğru cavabımız keçmişdə eyni vaxtda baş verən hadisədir. Yesterday I wrote a letter. Mən məktub yazdım to my parents, valideynlərimə, and sent it və onu göndərdim. Və doğru cavabımız C variantıdır burada. 22-də hər zaman bunu şagirdlərimə də vurğulayıram. Since perfect zamanın zaman göstəricisidir. Burada da baxıram ki, I have been to the restaurants once since it opened. O açılandan bəri bir dəfə olmuşam. İndiki ilə əlaqəlidir və nəticə göz qabağındadır. Ona görə before çıxdı, but zaman zərfi deyil. Həmçinin şərtdən söhbət getmir. If qoyaq, nəticədən söhbət getmir. So qoyaq. Doğru cavabımız olacaq C variantı. Növbəti sualımız gəlir. Növbəti sualımız 23-cü sualda. Burada bizdən nə istəyir? Yaxın, close meaning sinonim deməkdir. Yaxın mənalı sözləri istəyir. Tiny balacadır, big böyükdür, antonimdir. Healthy, ill deməli. Sağlam, xəstə, bu da antonimdir. Ancient, old, hər ikisi qədim deməkdir. Deməli, Y variantı doğru cavabdır. Better, daha yaxşı, worse, daha pis, bunlar antonimdir. Quiet, sakit, noisy, səs-küylü, bu da antonimdir. Doğru cavabımız Y variantıdır. 24-cü testdə is one of, burada üstünlük dərəcədir. Mütləq birinci hissədə nə olmalıydı? Z olmalıydı. Və görürük ki, heç birində birinci hissədə Z yoxdur. Artıq doğru cavabımız bəllidir. C variantıdır. Növbəti sualımız olacaq. Sonuncu qrammatik sualdır. 25-ci sual. Və burada nə deyir? Düzgün variantı seçin deyir. Deməli, bu mübtəda xəbər uzlaşmasına aid olan bir testdir. Hər zaman of-dan əvvəlki, of iki isim arasında gəlibsə, biz of-dan əvvəlki ismə baxmalıyıq. Və baxıram ki, burada the products cəmdədir isim. Cəmdə olduğuna görə nə edirik? Tək cavabları atırıq. Is getdi, was getdi. Doğru cavabımız olacaq 1-2 və bu test üçün də cavab 1-2 olaraq doğru götürülür. Bugünü bu qədər diqqətiniz üçün təşəkkür edirəm. Hər bir 9-cu sinif imtahanında iştirak edən bütün şagirdlərə inşallah gözəl nəticələrlə qarşılaşmağı arzulayıram. Təşəkkürlər bir daha.